Son illər həm uşaqlar, həm də böyüklər arasında piyələnmə halları sürətlə artır. Bu artıq təkcə estetik problem deyil, sağlamlıq üçün ciddi təhlükə hesab olunur. Psixoloq İlahə Aslanova deyir ki, piyələnmənin yaranmasında psixoloji amillər də mühüm rol oynayır. Piyələnmə yalnızca yeməklə bağlı problem deyil. Valideynlər övladlarından dolayı daha çox çəkilərin artması sıxıntısı ilə, böyüklərdə isə estetik qorxusu deyil də, artıq sağlamlıq riskləri ilə bağlı müraciət eləyirlər. Emosional yemə, yəni şəxs yalnızca ac olduğu üçün deyil, daxilindəki yorğunluğu, kədəri, narahatlığı kompensasiya etmək üçün bunu edə bilər. Kəskin stres, xroniki stres və təşviş pozuntulu şəxslərdə kortizolun yüksəlişi ilə çəki artımı burada özünü göstərmiş olur. Sosial faktorlarda isə ən çox bura yuxu problemləri, eyni zamanda oturaq həyat göstərə bilərik. Mütəxəssislərin sözlərinə görə bu proses bəzən ana bətnindən başlayır. Uşaq hələ ana bətnindəykən ananın seçdiyi qidalar, həyat tərzi, vərdişləri piyələnməyə zəmin yaradır. Tədqiqatlara əsasən ilk 6 ay sadəcə ana südü ilə qidalanan uşaqlarda gələcəkdə piyələnmə probleminə daha az rast gəlinir. Qeyd edək ki, piyələnmə tənəffüs problemləri, qaraciyərin yağlanması, mədə-bağırsaq sistemi pozuntuları, hormonal balansın pozulması, ürək-damar sistemi xəstəlikləri və şəkərli diabet kimi ciddi fəsadlara səbəb ola bilər. İlham Əkəliyeva, Xəbər Ertəsi.